Əziz qardaşlar, dəyərli müsəlmanlar, Allah Rəsulü sallallahu aleyhi və səlləm bir hədisdə buyurur ki, hər səhər yer üzərinə 2 mələk enər. Onlardan biri belə dua edər: Ya Rəbbi, infaq edənin malını bərəkətləndir. Digəri isə, Ya Rəbbi, xəsislik edənin malını tələf et. Əziz qardaşlar, İslam dinində dinimiz bizə əlaçı olmağı, səxavətli olmağı təkidlə tövsiyə edir. Yəni, sadəcə özünü düşünən deyil, başqalarını da düşünməyimizi bizdən istəyir. İnsanın əlaçı olmaq, səxavətli olmağı biraz çətindir onun üçün, amma Rəbbimiz ayədə nə buyurur? وَمَا أَنْفَقْتُمْ مِنْ شَيْءٍ فَهُوَ يُخْلِفُ. Sən nə infaq etsən, bil ki, Allah onu yerinə sənə başqasını verər. وَهُوَ خَيْرُ الرَّازِقِينَ. O, ruzi verənlərin ən xeyirlisidir. İnsan adına infaq edərkən malının azalacağını düşünür. Halbuki, xəsisliyini azaltmış olacaq. Halbuki, insan başqalarını da düşünmüş olacaq bununla. Sadəcə öz nəfsi üçün yaşamayacaq. Şeytan ona vəsvəsə verir. Sən infaq etdiyin zaman malın azalacaq. Halbuki, biz də infaq etdiyimiz zaman o ehtiyac sahibinə deyil, əslində mülkün ilk sahibinə qayıdır. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, qul infaq etdiyi zaman o ilk olaraq Allahın əlinə düşər. Sonra Rəbbimiz onu 2 ovuzuna toplayaraq onu bərəkətləndirər. Bu nə deməkdir? Sən onu ehtiyac sahibinə verdiyini düşünürsən, amma o Allahın xəzinəsinə düşür. Və beləliklə Allah Teala onu bərəkətləndirir və həm bu dünyada, həm də axirətdə sənin qarşısına çıxarır. Bu deməkdir ki, bir müsəlman sadəcə özünü düşünməməlidir, sadəcə öz nəfsini düşünməməlidir. Unutmamalıyıq ki, xəsis olan insanı Allah Teala malını azaldır, cömərd olan isə Allah Teala malını bərəkətləndirir. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, cömərd insan Allaha, cənnətə və bütün insanlara yaxındır. Xəsis olan insan isə həm Allaha, həm cənnətə, həm də bütün insanlardan uzaqdır. Elə bir zamanda yaşayır ki, dəyərli insanlar, zənginlər zənginliklərinə zənginlik qatırlar, ətrafındakı ehtiyac içərisində olan insanları düşünmürlər, sadəcə özləri üçün çalışırlar. Yəni, bir ölkədə baxırsan ki, insanlar ac-yalavac, susuz, digər ölkələrdə ki, insanlar toxluqdan, köklükdən əziyyət çəkirlər. İslam əsla belə bir yaşayış tərzini qəbul etmir. Və çox təəssüf doğrusu məsələ bundan ibarətdir ki, bir müsəlman da sədəqə anlayışı get-gedə zəifləməyə doğru gedir. Halbuki dinimiz bizə, məsələn, Quran-ı Kərimi açsaq, başdan sonra sanki namaza bərabər bir əməl kimi bizə sədəqəni əmr edir. Harada namazdan bəhs olunursa, Allah Teala orada eyni zamanda namaz kəlməsindən sonra sədəqədən bəhs edir. Mən kasıbam deyib, sədəqədən kənar durmamağa çalışmalıyıq. Yarım xurma belə olsa sədəqə ver, özünü cəhənnəm ateşindən qurtar deyir dinimiz bizlərə. Dolayısıyla mən kasıbam deməyə heç bir deməməliyik. Quran-ı Kərim bizə Qələm surəsinin 17 və 33-cü ayələrində bağ sahiblərinin qissəsini anladır. Bu müşriklər haqqında, Məkkə müşrikləri haqqında nazil olmuş bir ayədir. Onlar Peyğəmbərimiz sallallahu aleyhi və səlləm kimi bir nimətin qədrini bilmədilər. Daim onun risalətinin qarşısında durdular, onu təkzib etdilər, yalanladılar. Allah Teala onlara bir çox ibrət alsınlar deyə qissələr nazil edirdi. Bu qissələrdən biri də bu qissə idi ki, bağ sahibləri nimətlərini ehtiyac sahiblərindən, məhsullarına ehtiyac sahiblərindən kəsdikləri üçün Allah Teala da Məkkə müşriklərinə bu mesajı verirdi ki, sanki siz də belə etsəniz, onların üzləşdiyi xüsranla siz də üzləşərsiniz. Həmin qissəyə qısa bir nəzər salaq, dəyərli qardaşlar. Allah Teala həmin ayədə buyurur ki, biz bağ sahiblərini sınadığımız kimi onları da sınadıq. Yəni Məkkə müşriklərini də sınadıq.
O zaman onlar, yəni bağ sahibləri səhər açılanda heç kim görmədən məhsulu dərəcəçilərinə dair and istilər. Yəni, hər dəfə biz məhsul əldə edirik, bu ildə məhsulumuz bol olacaq deyə düşündülər və arxayıncasına buna da and istilər. İnşallah demədən, Allah izin verərsə demədən arxayın oldular. Ancaq onlar yuxuda ikən Rəbbin tərəfindən göndərilən əzab oranı bürüdü. Beləcə o bağ yanıb qapqara qaraldı. Onlar səhər durub bir-birinə belə səsləndilər. Əgər məhsulu yığacaqsınızsa, bağınıza erkən gedin. Beləliklə onlar yola düşdülər. Müfəssirlər qeyd edirlər ki, bu bağ sahibləri Yəməndəki salih bir atanın övladlarıdır. Həmin salih ata sağ ikən bol məhsulu olurdu, bağı, bağçası var idi və ehtiyac sahiblərini də hər zaman düşünürdü və ehtiyac sahibləri də bilirdi ki, hər məhsul dərimində mütləq o salih insan, o müttəqi insan bizi düşünəcəkdir, bizi darda qoymayacaqdır. Lakin o ata vəfat edəndən sonra o üç qardaş dedilər ki, biz artıq belə atamızın etdiyi kimi etməyək, biz ehtiyac sahiblərini düşünməyək. Çünki atamız sağ ikən biz bir ailə idik, indi isə biz 3 ailəyik. Odur ki, bu işi edəcəksə, heç kim görmədən qaranlıqda bu işi edək və ehtiyac sahibləri bizim başımıza bəla olmasın. Dedilər ki, ayədə belə keçir, bir-birinə belə pıçıldadılar. Bugün yanınıza heç bir yoxsul gəlməsin, ancaq oranı, yəni bağı gördükləri zaman belə dedilər, yəqin biz səhv gəlmişik. Halbuki səhv gəlməmişdilər və Allah Teala onların bu davranışları səbəbilə o bağ-bağçanı yandırıb kül etmişdi və onlar öz bağçalarını gördükləri zaman bəl nahnu məhrumun dedilər. Biz bağımızın bərəkətindən məhrum olduq. Yəni Allah Teala bizə bol bərəkətli bağ vermişdi. Hər il biz bunun bəhrəsini görürdük və atamızın sağlığında atamız bunu infaq edirdi. Biz isə infaq etmədik və Allah bizi cəzalandırdı. Onlar bir-birlərini qınamağa başladılar və dedilər ki, biz öz nəfsimizə zülm etdik. Düzdür, gecikmiş halda idi bu onların bu məsələni anlamağı. Amma bəzən elə insanlar olur ki, Allah onun başına hər cür müsibət gətirir, bəlalar gətirir, amma o bu müsibətdən nəticə çıxarmır. O bağ sahibləri bundan nəticə çıxartdılar, anladılar və sonradan tövbə etdilər. Odur ki, Allah Teala həmin qissənin sonunda buyurur ki, kəzəlikəl əzəb, bu dünyadakı əzabdır. Yəni Allah onları bir anda yoxsul etdi, bu dünyadakı əzabdır. Və lə'əzəbul əxirəti əkbər. Axirətdəki əzab isə daha şiddətlidir. Ləv kənu ya'ləmun, kəş bunu anlayardılar. Allah Teala bizlərə bağ sahiblərini misal olaraq verir, dəyərli qardaşlar. Yəni bu sadəcə olaraq bağ sahiblərini əlaqələndirəcək bir qissə deyilir. Buradan hər birimiz nəticə çıxartmalıyıq. Bir müəllimi buradan nəticə çıxarmalıdır, bir həkimi, bir mühəndisi. Hər kəs bu hadisədən, bu qissədən nəticə çıxartmalıdır. Çünki öz malına güvənən, öz biliyinə güvənən, hər təşəbbürlənən hər kəs üçün bu qissə ibrət nəzəri ilə baxılmalı bir qissədir, dəyərli qardaşlar. Hər birimiz çox yaxşı bilirik ki, Allahın bizə verdiyi nemətlər, Rəbbimizin verdiyi nemətlərdir hər bir şeyimiz. Əlimiz, ayağımız, gözümüz, sahib olduğumuz malımız, mülkümüz, müvəffəqiyyətlərimiz hər birisi Allahın ehsanıdır. Odur ki, Allah Teala bütün bunları bizə ehsan edən Allah Teala buyurur ki, لَاِنْ شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ. Əgər şükür etsəniz, sizə olan neymətimi artıracağam. Allah Teala burada 2 dəfə təkid ləmindən istifadə edir. Yəni, sanki bu o deməkdir ki, şübhəsiz ki, sizə olan neymətlərimi artıracağam. Sanki Allah Teala təkrar bir də şübhəniz olmasın ki, əgər şükür etsəniz, sizə olan neymətimi artıracağam. وَلَاِنْ كَفَرْتُمْ. Əgər nankörlük etsəniz, اِنَّ عَذَابِ لَشَدِيدٌ. Bilin ki, mənim əzabım çox şiddətlidir. Bəli, əziz qardaşlar, bu qissədən dedik ki, hər birimiz özümüzə ibrət dərsi götürməliyik. Görəsən, biz də hər ayın sonunda aldığımız məvacibə baxıb
bağ sahibləri kimi hərəkət edirikmi? Görürsən, biz də ehtiyac sahiblərini düşünürükmü? Məsələn, buna xərcləyəcəyəm, buna xərcləyəcəyəm. Bəzən onların içərisində lüzumsuz şeylər də olur. Amma görürsən, ehtiyac sahiblərini düşünürükmü? Yoxsa arxayın halda yenə də eyni və vacib hər ay əlimdə olacaq deyə düşünürük. Odur ki, hər bir müsəlman sədəqə anlayışını yaxşı anlamalıdır, səxavətli olmalıdır, cömert olmalıdır. İslamın təməl prinsiplərindən biri bu hədis-i şərifdir, dəyərli qardaşlar. Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurur ki, kim səhərə açar və müsəlmanların işindən, yəni halından, əhvalından narahat olmazsa, o onlardan deyil buyurur Peyğəmbərimiz sallallahu aleyhi və səlləm. Onlardan deyil nə deməkdir? Yəni müsəlman cəmiyyətinin ruhunu daşımır o. Yəni o axirətini düşünmür, o hesab gününü düşünmür. İslamın təməl prinsiplərindən digər bir hədisdə Allah Rəsulü buyurur ki, qonşusu ac ikən özü tox yatan bizdən deyildir. Siz yerdəkilərə mərhəmət edin ki, göydəki də sizə mərhəmət etsin. Yəni siz nə qədər cömert davransanız, bilin ki, Allah Teala da sizə qarşı cömert olacaq. Yox, siz nə qədər xəsiz davransanız, bilin ki, Allah Teala sizin nimətinizi kəsəcəkdir. Abdullah İbn Amr İbn As radiyallahu anh deyir ki, bir gün bir sahabə dedi ki, ya Rasulullah, müsəlmanın ən xeyirli əməli hansıdır? Bu sualı verərkən o təbii ki, namaz, oruz, həcc kimi fərz ibadətlərini soruşmurdu, nafilə ibadətləri soruşurdu. Allah Rəsulü sallallahu aleyhi ve sellem buyurur ki, bir müsəlmanı yedirmən, doyurmandır və bir də salamı yaymandır. Yəni bir müsəlman tanıdığı və ya tanımadığı hər kəsə salam verməlidir. Yəni bir müsəlman ünsiyyətçi olmalıdır, mehriban olmalıdır. Eyni zamanda Allah Rəsulü nə buyurdu? Bir insanı doyurmağındır. Bu Həzrəti Ayşə radiyallahu anha deyir ki, elə ay olurdu ki, bəzən bir ay, bəzən 2 ay evimizdə qazan qaynamırdı. Demək ki, belə bir sıxıntılı, bir çətin vəziyyətdə olan insanlara edəcəyimiz ilk yardım nədir? Onları doyurmaq olmalıdır. Amma bəzən elə insanlar olur ki, onların ehtiyacı tamam başqa şeyədir. Hədisdə belə keçir, ona görə də mən onun doyurmağa çalışacağım deməməliyik. İnsanların ehtiyacı nədirsə, orada yardımcı olmağa çalışmalıyıq. Allah Teala əziz qardaşlar, bizləri bu Ramazan ayını məhz özümüzə fürsət bilməliyik. Çünki hal-hazırda acıq. Bu acılıq bizi ehtiyac sahiblərini düşünməyə sövq etmirsə, əgər bu ayda, digər aylarda bu duyğulara, bu səxavət duyğusuna, bu cömertlik duyğusuna sahib olmamız çox çətin olacaqdır. Allah bizləri sadəcə öz nəfsini düşünən deyil, digər insanlara düşünən səxavətli, cömert möminlərdən etsin. Amin.